Salam əziz 7-cilər. Bugün sizə 7-ci sinif ümumi tarixdən 4-cü summativi izah edəcəm. İzaha keçməmişdən qabaq yenə sizdən kiçik bir xahişim var ki, kanala abunə olasınız, rəy bildirəsiniz, videoları bəyənəsiniz ki, daha geniş kütləyə çata bilək. Keçək testin izahına. Qeyd edeyim ki, bu video izahda hər variantda 15 sual var. Yəni, iki variantda 30 sualı öyrənməklə məktəbdəki summativi də daha yaxşı yaza biləcəksiniz. Və bu summativdə vacib məqamları görüb, testdən qabaq gedib onları təkrarlasaz, qabağınıza hansı test çıxırsa çıxsın, siz onları yaza biləcəksiniz. Keçək birinci testin izahına. Birinci sual. 1054-cü ildə xristian kilsəsinin rəsmən parçalanması nəticəsində yaranan kilsələr. Bilirsiniz ki, xristianlıq yaranıb 1-ci əsrdə. 395-ci ildə Roma parçalananda əslində kilsə də qeyri-rəsmi olaraq parçalanmışdı. Şərqi Roma və Qərbi Roma. Qərbi Roma kilsəsinin başında dayanırdı Papa, Şərqi Roma kilsəsinin başında dayanırdı Patriarx. Kilsə gəlirlərinin bölüşdürülməsi uğrunda mübarizədə Patriarxla Papa arasında gedən mübarizədə 1054-cü ildə kilsə rəsmən parçalandı. Bu testdə, belə deyək də, burada protestant yox, katolik və pravoslav olmalıdır. Sadəcə sualın şərtində biraz səhvlik var. Yəni, sualın formasında səhvlik var. Yəni, siz bilin ki, 1054-cü ildə xristian kilsəsi parçalanır, yaranır katolik və pravoslav. İkinci sual. 4-cü xaç yürüyüşü zamanı qarət və dağıntılara məruz qalan şəhər. 8 xaç yürüyüşü olub və bu xaç yürüyüşündən 4-cü xaç yürüyüşündə əslində səlibçilərin iç üzü, əsl niyyətləri ortaya çıxıb. Çünki 4-cü xaç yürüyüşündə müsəlman ölkəsinə yox, Bizansa qarşı hərəkət eləmişdilər və Konstantinopolu qarət eləmişdilər. Üçüncü sual. Əkbər şahın hakimiyyəti dövrünə aiddir. Əkbər şah kimdir? Hansı dövlətin hökmdarı idi? Moğol hökmdarı idi. Moğol dövlətini yaratmışdı Babur şah Panipat döyüşündə. Amma Moğolun ən güclü hökmdarı isə Əkbər şah sayılır. Dördüncü sual. Birinci Toğrula aid deyil. Birinci Toğrul Səlcuq dövlətinin əsasını qoymuşdu. Dandənkan vuruşmasında qələbə qazanıb, Bağdadı ələ keçirdib 1055-ci ildə, amma Malazgirt döyüşündə 1071-ci ildə Bizansı məğlub etmişdi, Alparslan İslamın nuru titulunu almışdı. Cavab D variantı. Növbəti sual, 5-ci sual. Osmanlı dövlətinə aid anlayışlardır. Demək, burada birinci nəyi həll eləyək? Dəftərdar maliyyə işlərinə baxan şəxsə deyirdilər. Yeniçəri, valideynsiz qalan uşaqlara hərbi təlim keçib orduda xidmət eləyirdilər. Onlar yeniçəri adlanırdı. Yəni 2A, 4D. Gələk Timarla Ziyamətə. Həm Timar, həm Ziyamət hərbi xidmət müqabilində verilirdi. Sadəcə olaraq Timar xırda dövlət məmurlarına, əskərlərə verilirdi. Ziyamət isə daha iri qoşun başçılarına, daha iri məmurlara verilirdi. Demək, cavab oldu 1C, 2A, 3B, 4D. 6-cı sual. Göstərilənlər aiddir. Yəni, bütün bu məlumatlar bir nəfərə aid olmalıdır. Osmanlı dövlətinin ərazisini inzibati cəhətdən paşalıq və sancaqlıqlara böldü. Orxan Maltepe döyüşündə Bizansı ağır məğlubiyyətə uğratdı. Hətta onun dövründə artıq Qara və Egey dənizlərinə çıxış təmin olundu Osmanlının. Yəni, cavab B variantı. 7-ci sual. 7-ci sual uyğunlaşdırmadır. Burada birini 3 eləyək. Demək, Kulikova döyüşü 1380. Ankara döyüşü 1402. Kosova döyüşü 1389. Monqol dövlətinin yaranması isə 1206. Yəni, bilin ki, məktəbdə sizə bu xronologiyadan bir dənə hissədən olsa, ya pitov olsa mütləq sual düşəcək. 8-ci sual. Ankara döyüşünə aid deyil.
Bunu da rəqəmləməliyik. Bu testləri işləyəndən sonra redaktiyaya vaxtım olmayıb deyə belə bir-iki xırda məqamlar var. Demək, Ankara döyüşündən sonra Roma papası əmr vermişdi ki, 3 gün fasiləsiz kilsə zəngləri çalınsın. Çünki burada iki türk-müsəlman dünyası bir-birinə dəymişdi, qırılmışdı. Amma nəticədə qalib gələn xristian dünyası idi. Bir ayətdir. 1402-ci ildə baş vermişdi, bu da aiddir. Amma Osmanlıların Balkanlarda mövqeyi necə güclənə bilər? Osmanlı bu döyüşdə həm ağır məğlubiyyətə uğramışdı, həm də o burada Teymurla toqquşmuşdu. Və bildiyiniz kimi Teymur heç bir döyüşdə məğlub olmayıb. Yəni burada da Teymur ağır məğlubiyyətə uğradı sözü mümkün deyil. Cavab olacaq 3, 4. 9-cu sual. Uyğunluğu müəyyən edin. 1215-ci ildə Pekin daxil olmaqla Şimali Çinin işğalını başa çatdırdı Çingiz xan. Qaraqorun qurultayında Avropaya yürüşə başçı təyin olundu Batı xan. Qızıl Orduda imtiyazlı şəxslər adlanırdı Tarxan. B variantı. 10-cu sual. 1492-ci ildə Piriney yarımadasında müsəlmanların əlində qalan sonuncu dayaq nöqtəsi olan Qranada əmirliyi süqut etdi. Bilirsiniz ki, müsəlmanlar Avropada, İspaniyada ərəblər var idi. Amma xaç yürüşlərindən sonra belə deyək də Rekonkista hərəkatı başlandı. Piriney yarımadasından ərəblərin, müsəlmanların qovulması başlandı və bu hadisə başa çatdı 1492-ci ildə. 11-ci sual. Aha. Demək, bu dövlət Cuci ulusu da adlanırdı. Əsasını Batı xan qoymuşdu. Rus knyazlıqlarını yarımastı vəziyyətə salmışdı. Qızıl Ordu. Babur Şah tərəfindən yaradılıb, paytaxtı Agra idi. Hindlilərlə müsəlmanların hüquq bərabərliyi təmin olunub. Təbii ki, Moğol. Hindistanda müsəlman türklərin yaratdığı ilk dövlət idi. Panipat döyüşü ilə süqut etmişdi, bəli. Bu da aiddir Dehli Sultanlığına. 12-ci sual. Məntiqi uyğunluğu müəyyən edin. Əmir Teymurun dəstəyi ilə hakimiyyətə gəlmişdi Toxtamış. 1382-ci ildə Moskvanı tutmuşdu, yandırmışdı Toxtamış. Misiri Osmanlı dövlətinin tərkibinə qatdı Səlim. Niqboli döyüşündə Səlibçiləri məğlub etdi İldırım Bəyazid 1396-cı ildə. 13-cü sual. 13-cü sual çox maraqlıdır və çox asandır. Uzaqdan çətin görünsə də, sadəcə anlayışları yerinə qoyacaqsınız. Pravoslav kilsəsində ən yüksək ruhani rütbə təbii ki, patriarx. Kilsənin təlimindən dönən, kilsəni tənqid edən şəxslər adlanırdı bidətçi. Günahların bağışlanması haqqında Roma papasının fərmanı, yəni cənnət qəbzi, indulgensiya. Kafirləri dırnaq arasında və kilsə düşmənlərini cəzalandıran kilsə məhkəməsi isə adlanırdı inkvizasiya. 14-cü sual da maraqlı sualdır, xronologiyadır. Malazgirt döyüşü 1071. Dehli Sultanlığının yaranması 1206. Kulikova döyüşü 1380. Terek döyüşü 1395. Dandenekan döyüşü 1040. Xronologiyada nədir? Zaman ardıcılığı. Ən birinci olandan başlayırıq axıra qədər. 15-ci sualda yenə də deyirəm, çox maraqlıdır. Uzaqdan çətin görünür. Demək, Qüdsü geri almaq cəhdi ilə başlasalar da, xaçlılar üçün uğursuzluqla nəticələndi. Birinci xaç yürüşü xaçlılar üçün uğurlu olmuş və Qüdsü ələ keçirtmişdilər. Lakin daha sonra 1187 Təbəriyə döyüşündə Səlahiyyəddin Əyyubi Qüdsü xristianlardan azad etmişdi. Buna görə də 3-cü xaç yürüşü yenidən Qüdsü geri almaq cəhdinə görə başlayıb, ona görə biz A-nı əlavə edirik 3-cü xaç yürüşünə. Piriney yarımadasında xristianların müsəlmanlara qarşı apardığı mübarizə, bu yenə də deyirəm, ərəblərin, müsəlmanların qovulmasıdır və bu Piriney yarımadasına aiddir. O aid olacaq Rekonkistaya.
Səlibçilərin qüdsü tutması və burada öz dövlətlərini yaratması ilə bitən döyüş təbii ki, 1-ci xaç yürüşü. Bayaq da izah elədim. Səlib yürüşlərinin qarətçi xarakterinin ortaya çıxması, yəni loru dildə desək, xaçlıların əsl niyyətinin üzə çıxması isə 4-cü xaç yürüşünə aiddir. A variantının izahı bitdi. Keçək B variantının izahına. Xaçlı yürüşləri zamanı hansı şəhər üç dinin müqəddəs mərkəzi sayılırdı? Təbii ki, Qüds. Həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs şəhər sayılırdı. İkinci sual. 1526-cı ildə Panipat vuruşmasının nəticəsi nə olmuşdu? 1526-cı ildə Dehli sultanlığı süqut etmişdi. Moğol dövləti yaranmışdı Babur tərəfindən. Üçüncü sual. Monqollar 1211-1215-ci ildə işğal etmişdilər Şimali Çini. Dördüncü sual. Sultan II. Mehmetin 1453-cü ildə Konstantinopolu tutmasının əsas nəticələrindən biri hansıdır? Bilirsiniz ki, Konstantinopol tutulur və 395-ci ildən bu yana mövcud olan Bizans imperiyası süqut eləyir. İkinci Mehmet Konstantinopolu İstanbul adlanır və onu öz paytaxtına keçirdir. Və çox mühüm bir şəhər fəth olunduğuna görə 2-ci Mehmetə də Fatih adı verilir. B variantı. Növbəti sual, 5-ci sual. Kosovo və Çirmən döyüşlərinin oxşar cəhəti nə idi? Çirmən döyüşü olub 1371. Kosovo döyüşü olub 1389. Hər iki döyüş Serblə Osmanlı arasında olub və serblər məğlub olub. A variantı ola bilməz. Osmanlı məğlub ola bilməz. Bəyazid ola bilməz. Çünki bir döyüşdə, Çirmən döyüşündə 1-ci Murad qalib gəlir. Kosovo döyüşündə də 1-ci Murad qalib gəlir. Hətta daha sonra gedir döyüş məkanını yoxlamağa və orada sən demə əskərlərdən biri ölməyibmiş və orada 1-ci Muradı qətlə yetirir. Ondan sonra hakimiyyətə gələn Bəyazid də Serbiyanın müstəqilliyinə tamamilə son qoyur. 6-cı sual. O kim idi ki, Osmanlı tarixində ilk dəfə sultan titulunu qəbul etmişdi? Biz görürük ki, artıq söhbət 1-ci Muraddan gedir. Paytaxtı Ədirnəyə köçürdüb. Bayaqki sual, Çirmən və Kosovo döyüşlərində serbləri məğlubiyyətə uğradıb. C variantı. 7-ci sual. Roma papası 1095-ci ildə Klermon məclisində çıxış edərək bütün xristianları İsa'nın qəbrini azad etməyə çağırdı ki, Fələstində müqəddəs torpaqlarda güya ki, kafir müsəlmanlar var, biz İsa'nın qəbrini azad etməliyik. 95-də məclis oldu, 96-99-cu illərdə isə 1-ci xaç yürüşü. 8-ci sual. İspaniya krallığının Granadanı işğal etməsi 1492. Panipat döyüşünün baş verməsi 1526. Qütbəddin Nabək tərəfindən Dehli sultanlığının yaranması 1206. 4-cü İvan Qroznunun rus çarı olması isə 1547. Hətta o ilk dəfə çar titulunu qəbul etmişdi. 4-cü İvan Qroznu. 9-cu sual. Uyğunluğu müəyyən edin. Demək, Bahadır və Noyonlar, Monqollarda qəbilələr dağıldıqca ordular yaranırdı. Ordulara da Bahadır və Noyonlar başçılıq eləyirdi. 2-ci sual. Böyük Monqol dövlətinin paytaxtı haraydı? Bunu çox vaxt uşaqlar qarışdırır. Qurultay 10 qurultayında elan olunub ki, Monqol dövləti yaranır. Paytaxtı isə Qaraqorum şəhəri idi. 3-cü sual. Monqolların qanunlar məcəlləsi də böyük yasa. A variantı. 10-cu sual. Teymuri dövlətinin varlığına son qoyan hadisə. 1402 ola bilməz. Teymur burada möhtəşəm qələbə qazanmışdı. 1395-də Toxtamışı məğlub etdi. D də ola bilməz. Amma Teymurilərə 1507-ci ildə Şeybanilər tərəfindən son qoyulmuşdu. 11-ci sual. Yenə də bir uyğunlaşdırma. Əmir Teymurun varislərindən biri Şaxruq paytaxtı Herat şəhərinə köçürtmüşdü.
Hətta o, Azərbaycan hökmdarı Qaraqoyunlu Cahanşahı asılı vəziyyətə salmışdı. Mərkəzi Səmərqənd olan yeni bir dövləti, Teymurilər dövlətini yaratmışdı Əmir Teymur. Sultan Əliəddin, yəni Dehli Sultanı, Monqol təhlükəsinin qarşısını tamamilə almışdı. Bilirsiniz ki, Monqollar Çini işğal etsələr də, Monqollar Hindistanı işğal edə bilməmişdilər. 12-ci sual. Pirneyi yarımadasında Rekonkista zamanı, yəni Rekonkista gedərkən, ərəblər Pirneydən qovularkən, 1479-cu ildə Kastilyo və Aragonun birləşməsi nəticəsində hansı dövlət yaranmışdı? Vahid İspaniya Krallığı. Ümumiyyətlə bilin ki, Pirney yarımadasında Kordova xilafəti var idi, hansı ki 8-ci əsrdə Ərəb xilafətindən ayrılmışdı və bu Kordova 11-ci əsrdə zəifləyib parçalandığına görə Rekonkista 11-15-ci əsrlərdə oldu. Bəlkə də Kordova güclü olsaydı, parçalanmasaydı, Rekonkista baş verməzdi. İndinin özündə də, hətta İspaniyada memarlıq abidələrində də ərəblərin, müsəlmanların izi hələ də var. 13-cü sual şəkildir. Xaçılar tərəfindən qarət olunan şəhərin adını və qarət ilini yazın. Söhbət burada Müqəddəs Sofiya kilsəsinin də yerləşdiyi İstanbuldan gedir. Neçənci xaç yürüşündə qarət olunmuşdu? 4-cü xaç yürüşündə. 4-cü xaç yürüşü zamanı 1202-1204-cü illərdə xaç yürüşü zamanı Konstantinopol tutulmuşdu. Ta 1261-ci ilə qədər xaçlılar orada qalıb Konstantinopolu qarət etmişdilər. Hətta orada bir Latın imperiyası yaratmışdılar. 14-cü sual. Yenə də xronologiyadır. Moğol dövlətinin yaranması 1526. Səlcuqların yaranması 1038. Monqol dövlətinin yaranması 1206. Osmanlının yaranması 1302. Səlib yürüşlərinin başlanması 1096. Baxın, yenə də qeyd edirəm. Burada önəmli məqamlar var və siz də gedin mütləq kitabdan bunları bir dəfə də təkrarlayın. 15-ci sual. Səlcuq hökmdarlarının müqayisəsini eləyəcəyik biz. Dandenekan döyüşündə Qəznəliləri məğlub etmişdi. Toğrul. Malazgirt döyüşündə qalib gəlmişdi Alparslan. 1055 Bağdada daxil olmuşdu. Toğrul. Hər ikisi Səlcuq dövlətinin hökmdarı idi. İslamın nuru adını almışdı Alparslan. Ümid edirəm ki, test sizin üçün faydalı oldu, yararlı oldu. Ona görə də videonu bəyənməyi, dostlarınızla paylaşmağı unutmayın. Gələn video izahlarda görüşənədək.